Azərbaycanın birinci xanımı 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya məlumat verildi ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionun inşası sürətlə davam etdirilir və tikinti işlərinin böyük hissəsi başa çatdırılıb. Daha sonra Mehriban Əliyevaya Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verildi. Təşkilat Komitəsinin sədri interyerdə istifadə olunacaq tikinti materialları və mebel avadanlıqları ilə bağlı tövsiyələrini verdi. Qeyd edək ki, paytaxtda müasir tikinti üslubu, xüsusi gözəlliyi ilə seçiləcək 69 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünə məxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təxminən 50 hektar ərazidə tikilən stadion 62 metr hündürlüyündə 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VIP, CIP, o cümlədən media, habelə 50 tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4 qapıdan, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadionu daha çox piyada, ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kvadrat metrlik yaşıllıq sahəsi salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.